Mən Cəlilabad rayonunun Ağdaş kənd sakini Əhmədov Əli Əhmədoğlu 67-ci il təvəllüdlüdür. 9-cu ay 2028-ci ildə anadan olmuşam. Mən hal-hazırda işlədiyim Masallı regional meşə təsərrüfatında işləyirəm. Hər şeydən razıyam. Rəhbərimiz çox gözəldir, qayğıkeş insandır. Lakin bəzi insanlar var, onu sevməyənlər. Bu işləri törədirlər. Düzdür, o çəkilişləri mən eləmişəm. Problem olub 2017-ci ildə, 2016-cı ildə. Həmin o çəkilişlərdir, indi təzədən paylaşım edirlər. Bir dəfə 2-3 gün bundan qabaq paylaşım eləyib, həmin adama xəbərdarlıq eləmişik Kərəm adında, kadastr bu idarədə işləyən. O eşidib ki, onu salacaqlar ixtisara. Ona görə də bu işləri törədir, başlayıb. Ad familiyası nədir və kişi paylaşım? Familiyasını ya dəqiq bilmirəm, adı Kərəm. Ağayev Kərəm. Yenə də bu gecə mənim yenə də həmin o 2017-2016-cı illərdə çəkilişimi təzədən paylaşım eləyiblər. İndi mən o adamı tutmuşdum, deyir mən eləməmişəm. Deyir eləməmişəm, yaxşı dinlə, bunu kim elə bilər? Bundan başqa bu birinci çəkilişi bu eləyib. Paylaşımı eləyib. O çəkiliş 2016-2017-ci ildə yenə təkrar edirəm. Təzə çəkiliş deyir. Mənim bir də bu işlə əlaqədar mənim müraciətim Daxili İşlər Nazirliyinədir. Xahiş edirəm, bu haqda tədbir görülsün. Bu adam bir dəfə eləyib, bu da ikinci. Özü kadastrda öz işini qoyub, gedib belə qara işlərlə məşğuldur. İdarədə propaganda yaradır ki, nəsə idarədə bir iş olsun, nəsə olsun, bu sui-istifadə eləsin bu işlərdə. Mən bunu tam əleyhinəyəm. Hal-hazırda bizim idarə çox normal işləyir, gözəldir. Buyur. Bir də yenə də mən vurğulayıram ki, mənim icazam olmadan mənim çəkilişlərimi qeyri-qanuni Kərəm Ağayev tərəfindən paylaşılır. Birinci çəkilişin boynuna aldı ki, bunu mən eləmişəm. İkinci çəkilişin boynuna alınır, lakin ondan başqa o çəkiliş heç kimdə olmayıb. Yalnız onda olub. Mən yenə də xahiş edirəm Daxili İşlər Nazirliyindən bu haqda tədbir görsün. Mənim icazam olmadan paylaşım eləyirlər. Bu, mənim hüquqlarıma birbaşa zərbədir. Mənim rəhbərimə qarşı mənim aramda olan şəxsi qərəzlik yaradır ki, idarədə kimsə rəhbərə tərəf dönsün, təki özü olmasın, əhatəli böyüksün. Mən bunu istəmirəm sadəcə.